yəni belə deyim də, insanlar var ki, mən tanıyıram, namaz qılmırlar, amma elə gözəl-gözəl savab işlərlə məşğuldular ki, yəni 1000 qat savaba yazılır. Amma elə namaz qılanlardan tanıyıram ki, cadunuz biti şey eləyənin evindən çıxırlar. Vallahi yəni onun üçün var belə şeylər, məsəl üçün intihası Allah bizə düz yolu, haqq yolunu bizə nəsib eləsin inşallah. Yəni haqq yolla şaşmayaq heç vaxt. Əmin qardaşım. Tamam, belə bir sual verim. Hansı ibadətin hansı ibadətdən üstün olduğunu biz mi təyin eləsək daha doğrudur, yoxsa Quran-Kərimdən mi götürsək? Hansı ibadətin, məsələn, namaz mı daha öncəliklidir bizim üçün, yoxsa yaxşılıq eləmək, pislik etməmək mi daha öncəliklidir? Bunu onun hər ikisi önəmlidir. İslamın şərtlərini bilirikmi? Necə? İslamın şərtləri. Bunlar nədir? Kəlmə-i şəhadəti və yaxud eləsin dediyiniz və nədir? Sonra namaz gəlir. Daha sonra namaz gəlir. Namaz, oruc, zəkat və həcdir. Bunlarda biz hardan götürürük? Qurani-Kərimdən.